Qəhrəman müəllim lirikə yaraşır, lirik Qəhrəman Əliyeva. İkisi də məğrur və təmkinlidir. İkisi də əzəmətli və qürurludur. Ona görə bir-birlərinə aşiq, məşuqdurlar. Qəhrəman Əliyev ürəklə etiraf edir ki, ilk sevgisi lirik dağları olur. Şablon səslənməsin deyir, bu sevgi ilə böyüyüb boya başa doldum. Dağını, daşını sevdim. Ucalığını, genişliyini gözümə, könlümə köçürdüm. Bir sözlə dağlar qoynunda lirik adlı əzəmətli bir dünyam var. Daş yaddaşım, məhək daşım, şirin sözüm, iki gözüm, qoy səni bağrıma basın, atam anam, dünyam mənim, lirik adlı dünyam mənim. Həyat davam edir. Həyat davam edir. Bizi də davam eləyəcəklər. Belə yavaş-yavaş. Bizi də bəz eləyəcəklər. Mütləq. Amma yaxşıdır. Özümə ev tikmişəm, eşik tikmişəm, bağ salmışam, bostan salmışam. İndi nə lazımsa öz fiziki qüvvəmlə də eləmişəm. Məsələn, pisdir. Ona görə bu bağ çox yaxşıdır. İnsanın ayağı bağa dəyməsə, o ləzzət verməz yaşasın. Evet. Biz gözümüzü açmışıq, atamın bağı görmüşük, bostanın görmüşük. İndi bunları mən eləməsəm, demək uşaq narazı qalar, baba narazı qalır, nəvə narazı qalar. Axı sən bunları niyə eləmirsən? Mən eləmişəm axı. Ona görə də indi bu gördüklərin nə qədər hamısı mən eləmişəm özüm üçün. Yaşa, aslan. Yaşa. Ona görə siz də mənim dostlarımsınız. İndi bu işləri gəlib görəndə ləzzət alır adam. Nəysə onun nəticəsi nəticə olanda yaxşı olur. İndi sizin də ki, mənlə dostluğunuz elə bu həqiqi dostluqdur, səmimi dostluqdur. Əlbət ki, mehriban daha dostluqdur. çox sizin ruhunuzla dostluqdur, Bəli. gələrinizlə dostluqdur. Dəqiq adamsınız. Gül rübailərinizlə dostluqdur. Bəli. Yaradıcılıqla, uşaqlıqdan məşğul olursan, yoxsa sonradan qəfil peyda oldu bu yol? Bu demək təxminən iş icadı yekunlaşdırandan sonra Dövlət işini işlədiyin dövlət işini yekunlaşdırandan sonra müəyyən qədər vaxtım qaldı, imkanım qaldı. Gəzməyə, səyahət eləməyə, park toplamağa, o mənə ləzzət verdi. Yəni daha ora-bura qaçmışdım. O mənə imkan verdi ki, mən bunu yazım. Və özümlə qəti qərara gəlim ki, mən bunu niyə yazmayım batırım? Mənim ürəyimdə, nəzərimdə çox belə küllü yazılar var, maraqlı yazılar var. Lirikin qədimi haqqında danışım, bugünü haqqında danışım, sabahı haqqında danışım, uzun ömürlər haqqında danışım. Mənim sizə verə biləcəyim o mövzular ki var, o söhbətlər ki var, onları hər adam verə bilməz. Çünki mən gördüyümü danışacağam, gördüyümü danışıram. O da gördüyün içərisində yaxşısı da var, pisi də var. Dəyərli yazıcı, publisist, ömrünün müdrik çağlarını yaşayan, ziyalı, dolu yurdun dünəni və bugünü barədə sərnamə yaradan Qəhrəman Əliyev sayca 3-cü kitabı olan Gəlimli, Gedimli Dünya kitabında lirik, onun tarixi coğrafiyası, tarixi abidələri barədə oxucuda tam təəssürat yaradır. Qəhrəman müəllim hansı vəzifədə işləməsindən asılı olmayaraq, daim arayıb axtarır. Qədim yurdun tarixi keçmişi ilə bərabər nadir flora faunası ilə də maraqlanır, araşdırma aparır, tapdığı maraqlı nəticələri oxucuya çatdırmağa çalışır və onu bədii ucalığa qaldırıb, söz süzgəcindən keçirir və ürək yanısı ilə yazır. Əzizim yad olmasın, ağzında dad olmasın. İkisini unudan ömründə şad olmasın. Ulularımızı, tariximizi yaşatmalıyıq deyir Qəhrəman Əliyev.
Sonra əlavə eləyir ki, tarix elə bir aynadır ki, biz tez-tez ona baxıb keçmişimizi yada salmalıyıq. Elə adi iş olmuyor mənim işim. Mənim işim çox məsuliyyətli iş olub. Mən işləmişəm İcraiyyə Partiya Komitəsinin ikinci katibi. Mən işləmişəm Rayon İcraiyyə Komitəsinin sədri. Bunları işləmişəm. Bunları ona görə də görüşmüşəm. İndi işimi buraxıb qonaq qəbul eləmişəm. Buna təhsilin müdür işlədiniz. Mən işlədim mətbuatda, qəzetdə işlədim. Lirik qəzetinin redaktoru, müavini, sonra redaktoru işlədim. Sonra yavaş gördüm mənə ağır gəlir bu yazdıqlar. Keçdim bu qəzetin özünə işlədim. İndi mən pensiyadayım, heç bir qəzetdə zətdə üzr deyiləm. Bilirəm. Amma uşaqlara, məsələn, məktəbdən uşaqlar gəlir mənim yanıma ki, vaxt istəyirlər, müəllim toplamaq istəyirlər, o birisi getmişlər. Sən bunların hamısını bilirsən, görmüsən. Hamısını görmüşəm, bəli. Heç kimi də ümidsіз yola salmamışam. Əgər o lirikin bugünü, sabahı, birisi günü, gələcəyi haqqında bir şey öyrənmək istəyibsə, mənim yanıma qaçın. Lirikin adamları da dəyərlidir. Mən istəyərdim lirikin bir tarixinlə bağlı gəzişmə eləyək. Dünəninlə bağlı. Lirikin tarixi və çox keçmiş tarixi var. Araşdırıb bazı şeyləri salmışam bura. Bunu hələ heç bir mətbuatda, heç bir qəzetdə verməyiblər. Hansı şeylərdir bax olan? Şeylər odur ki, məsələn, lirikin yüksək dağlıq rayonu olması, buradan vaxtı ilə məsələn deyək ki, hadisələr olub, deyək ki, qadın balta ilə pələk öldürür. Bunu heç kim bilmir. Bunu mən yazıram, götürürəm, yazıram. Yanında uşaq, pələn gəlib çıxıb, tez bunu, bu balta ilə bunu sərib, pələngi sərib yerə. Bunun haqq hesabı yayılıb, məsələn, dünyanın çox yerindəki lirikdə qadın falan yurdu, balta ilə. Məsələn, bunu hər adam edilmez. İndi o hazırsaydı onu vurmağa, o alınmazdı. Bu falan gəlib onun yanına, uşağın yanına, uşağa öyrəşib də belə. Gəlib ki, falan gəlib ora. Bu da gedir, nəysə bilib ki, məni vuracaq, yoxsa nədir? Məzəm falan pancaları üstə tullanır. Bu kişini məhv eləsin, arvadı məhv eləsin, obusu məhv eləsin. Belə şeyləri mən görmüşəm. Lirikin tarixi məkanları hansılar, tarixi yerləri? Lirikin tarixi deyər, mən sənə cəsarətlə deyərdim ki, lirikin hər yeri tarixi yeridir, tarixidir. Məsələn, Şah İsmail Xətai bu yerlərdə at oynadı. Döyüşüb, vuruşub, qalib gəlib. Burada oturub Şah İsmail Xətai. Sonra o birdən ondan o yana ki, yenə də bu adamlar çox olub. Bu işə gedən, gələn. Amma biz də bu işin içində olmuşuz. Məsələn, mən heç vaxt istəməmişəm ki, məsələn ki, mənim rayonumun adı pisliyə çəkilsin. Vaxt gəlib, lirik haqqında böyük bir pravdadan material gedib. Nəyisə öyrəniblər. Uzun ömürlər haqqdır. Üzeyir mağarası. Üzeyir mağarası Azərbaycanın ən qədim insan məskənidir. Bir-birimizi. Üzeyir mağarası bu dağlardadır bu saat. İndi orada dünənə qədər insan yaşayırdı. Daha sonra da insanlar onları tərk elədi. Üzeyir mağarasıdır. Sonra çox belə mağaralar var. Mağara çoxdur. İnsan yaşayan mağaralar yoxdur. Çünki insanların əsası ibtidai insan dövründə yaşayır. Bunları məsələn gedəndə, araşdıranda, götürəndə şəkillər var maraqlı. Onu əks elətdirmişik. İndi nə eləyəsən, talib belədir. İndi mən, məsələn, siz gəldiniz, gördünüz ki, mən xəstə yatıram. Bu xəstəlik yatması mənə imkan vermir ki, bir mağaraya gedim. Qəhrəman Əliyev ömrün 80-ni 1-2 il əvvəl Doqqazın yanından tarixin yaddaşına ötürüb. Maşallah, 4-5 ay bundan əvvələ qədər gümrah idi. Ev eşiklə, bağ-bağatla məşğul olurdu. Cavan oğlan kimi qıvraq idi. Bu yaxınlarda əməliyyat keçirir. Biraz halsız göründü gözlərimə. Bununla belə gözlərində həyat eşik qaynayırdı.
2 gündür özümü yaxşı hiss edirəm, söylədi qəhrəman kişi. Xeyli sevindim. Qorxma, yaxşı olacaq dedim. Ayağım yüngüldür, bütün ağırlığın bu görüşlə çıxıb gedəcək. Gələk sizin yaradıcılığınıza. Bəli. Hansı janrlarda yazmısınız? Mən janr deyəndə janrı bilmədim heç, özüm izah eləməyə çətinlik çəkirəm ki, mən necə oldu ki, yazan oldum. Mən orta məktəbdə yazmamışam bunu. İnstitutda yazmamışam bunu. Bir dəfəlik gəlib burada mən rubai yazam. Özdə rubai. 3 kitabım var rubai üzrə. Özü gələn əlinə alan ki bunu dedi ki, məzmunludur, maraqlıdır. Mənə mütləq bundan bir dənə ver. Rubai yazmaq çox çətin məsələdir. Çətin yazılardır. Ona görə rubai janrına mən çox uzun yer vermişəm. O rubai janrının nədə də çox getmişəm. Rubai janrı ilə ki, hər şeyə aid rubai. Əzbər bildiyin varmı? Deyən zəhmət olmaz. Əzbər biraz bu xəstəlikdən qabaq olsaydı, indi arada yaddaşım itir. Arada yaddaşım bərpa olunur. Amma əzbər deməyə gərək köməkçi vasitə kitabı baxıb heç olmasa nə olsun, nə olsun. Biri deyəndə o birisini əzbər deyim, o birisini əzbər deyim bu şəkildə. Rəhmətli Sultan müəllim ki yazmışam, səni 100 yaşda görək. İctimai xadim Sultan Məmmədovun 80 illiyinə həsr olunub. Gördük 80 yaşını, gözləyirik 90-ı, yaşa ömrü 100 sanı, arzumuz budur səni 100-cü yaşda görək. Sənin uca adın var, öz tamın, öz dadın var, mükəmməl savadın var. Arzumuz budur səni həmişə başda görə. Qəhrəman Əliyev bayatı və rubai ustasıdır. Qısa yığcam şeir janrında fikrini konkret deməyə çalışır. Mən aşiqəm elimə, çiçəyimə, gülümə, anam mənə öyrədib qurban olub dilimə. Bu bayatıdır, indi rubaisini fikir verək. Gəlişin dünyaya gələcəkmiş, gedişin dünyadan gedəcəkmiş. Hanı şələ kimi o qara saçlar, gözəllik solacaq, itəcəkmiş. Elə bizim aşıq ədəbiyyatında çox gözəl aşıqlar var. Qurbanəli kişi. Qurbanəli kişi papağı ilə, geyimi ilə, sazı ilə bütün Respublikanın qarış-qarış gəzib. Lirikli olub. Lirikli olub, lirikli yazar olub, lirikli aşıq olub. Ona görə ki, onun bəlkə də toyda oturmuz, qulaq asmağımız, o birisimiz bizi bu rubai keçmədiyi aşıq yaradıcılığına, keçmədiyi o bir yaracaq. Nə isə bu 4-cü misra bizi cəlb elədi. Nə var, nə hikmət var bu deyilirdir. Girdik içərisinə, mən özüm filoloqam. Filoloqam ki, məsələn, filologiyada mən bir dənə rubai yazmamışam. Ona görə heç. Tələb olanda. Tələb olanda, o birisi olanda, baxardım necə olan şeydir bu, çətin olan şeydir. Ona görə bunu sonra keçmişəm. Mənim rubai kitabım qatma qarışıq çıxıb. Məsələn, biri çıxıb bayatı rubai, deyək ki, qoşma rubai. Amma bu təmiz Qəhrəman Əliyev 75 illiyimə həsr olunmuş hədiyyədir. Özümə hədiyyə eləmişəm. Sığalla torpağın hər qarışını, o da sığallasın sənin başını. Zəhmətlə, hünərlə onu becərsən, bir yola at kinən bekarçılıq daşını. Yazıcı, publisist Ağacəfər Həsənli Qəhrəman Əliyevin bayatları və daha çox da rubailəri barədə öz fikirlərini belə ifadə edir. Çoxdan tanıdığım və vaxtilə lirikdə çıxan çox tirajlı Bolluq uğrunda qəzetində birgə çalışdığım Qəhrəman Əliyevin əsasən rubailərdən ibarət Ürəyimin Dünya Dərdi şeirlər toplusu maraqla qarşılandı. Əvvəla rubai klassik janrdır. Hər kəsin şeirin bu növündə yazmağa cəsarəti çatmır. İkincisi, Azərbaycan ədəbiyyatında qədimdən tutulur, çağdaş günümüzəcən bu janrın qapısı həmişə asta-asta döyülür və Qəhrəman Əliyevin də yazıb yaratdığı nümunələr bədii siğlətinə görə ürəyə yatandır, səmimidir, axıcıdır. Maraqlı odur ki, müəllif klassik rubai ustası Xəyyama dönə-dönə üst tutsa da, ondan üzrxahlıq etsə də qətiyyən yaradıcılığından soyunmur, qələmini
Korşaqlıq kənara qoymur. Qocalıq gəncliyi ötürər gələr. Günləri günbəgün bitirər gələr. Günlərin bir günü onunla birgə ölüm də özünü yetirər gələr. Ətrafa düşərsə bir damla yağış, dünyanı bürüyər nizamla yağış. Damlalar yaradır çayı, dənizi, canlanır torpaqda hər damla yağış. Ölümdən qorxmuram desə də hər kəs, can atır son anda alsın bir nəfəs. Ölüm ölənlərin son səfəridir, yoxdur bu səfərə heç kimdə həvəs. Əvvəlcə bax kökünə, sonra da gör yükünlə, yaxşı götür qoy elə, kök gözləmir yükünə. Bu son günlər zat bir misra da yazmamışam. Çünki buna yükün yazmaq üçün əhval lazımdır, söz lazımdır, ruh lazımdır. Bunların heç biri məndə olmadı. İndi bugün, bugün biraz özümə gəlmişəm. Ki belədir. İnşallah bizim ayağımız yüngüldür. İndən sonra həmişə özümdə olarsan. İnşallah. İndi mən 81 yaşındayam. 81 yaşında kişi Lerik dağlarının başında. Sən təsəvvür elə də. Birdən gəldi təzyiq məni yaxaladı, vurar, inflic eləyər. Şükür ki, nə təzyiq vurur məni, nə inflic vurur məni. Bu xəstəlik də adicə qrip xəstəliyi kimidir. Bu son olan qrip kimidir. Ötüb keçəcək. Ötüb keçsə yaxşı olar. Ötüb keçsə mən olaram sizin cərgədə. İnşallah. Bu dağlar amanatı, qəhrəman kişi, bu yurd amanatı, sən özün yurtçusan, yurt qədri bilənsən. Bizim verilişimiz də yurt yeri adlanır. Təbii yurt yeri verilişində yurtçunu, yurt qədri biləni çəkmək, kameranın yaddaşına, lentin yaddaşına almaq bizim borcumuzdur. Bəli. Bu mənada Eldobada var ol, şen ol, hər dəfə üzümüzə dönə bilək, qayıda bilək. Çox sağ ol. Sizin gəlişinizə mən çox sevinirəm. Allah sevinir. Aralənirəm. Çoxdandır şu yazıcı, yaradıcı adamlarla görüşmürəm. Çoxdandır bu xəstəlik məni ayırıb özündən, bu adamlardan. Ona görə ki, xəstəliyə adamın xəstəliyin əlindən. Xəstəlik olur, hər işdən əlivi su edir. Hər işdən əlivi səni uzağa çəkir. Amma buna baxmayaraq, hiss olunur ki, demək ki, mən əvvəlki həyatıma keçəcəyəm. Əvvəlki şeirləri yazacağım. İnşallah. Çünki mən bir həftənin içərisində bu boyda bir kitabı yazırım. Özümdən özümə hədiyyələrim olur. Özümdən dostlara hədiyyələrim olur. Bunların hamısını mən sevə-sevə yazmışam. Yarada yazmışam. Heç kim təsəvvür eləyəlmir ki, bir adam bu qədər rübai yaza bilər. Rübai deyil, ayda ilə bir dənə yazılsın da. Bu gəlir, mən bunu niyə yazdım ki? Başa indi son vaxtı rübainin gəlməməsi, yaxud o birinin gəlməməsi yəni biraz darıxdırır. Məsələn, mən Avdi müəllimlə həftənin bu başında da o başında, gah Lerikdə, gah Lənkəranda, gah Bakıda görüşərdik. İndi mən onu görüşərmirəm. İndi bu kişi özü gəlin mənim yanıma. Borcumuzdur. Buna görə, indi buna görə gəlməyib ki, mənim şeylərim yoxsun, o bilsin o. Gəlib ki, mənim səhətimi öyrənsin, səhətimin əhvalımla tanış olsun. Ona görə birinci növbədə bu yazıcı nəsli məni axtarıb. Ona görə də mən son dərəcə minnətdaram ki, əhvalımı. Əgər sənin gəlməyin məni ayağa qaldırıb. İnşallah. Ayağa qaldırıb. Bilmən sonra daha çox ayaqda olur. Ona görə də indi görək də bundan sonrası deyəcək. Yaxşı olar inşallah. Allah amanında, salamat qal. Lerikdə dağlar qoynunda mayın axırları olmasına baxmayaraq hava sərindir. Rayona qalxanda çoban aldadan yağış yağdı, tez də ötüb keçdi. Günün zəif şölələri mavi səmada görünəndə sevindik. Sevindik ki, yağışa, tufana düşmədik. Artıq geri dönmək vaxtıdır. Qəhrəman Əliyevlə sağollaşıb geri qayıdırıq. Sağ ol deyirəm Nəcib insan.
Sənin insana, insanlığa olan sevgin mənə çoxdan məlum. Axı mən sizi 15 ildən çoxdur tanıyıram. 2 dəfə Azərbaycan televiziyasına sizdən veriliş hazırlamışam. Sizi indiki sınaq önündə, bu ağır imtahanda daha yaxşı tanıdım. Bir də gələndə səni cavan oğlan kimi sap sağlam görək, inşallah.